Sabahınız xeyir olsun. Bu gün əysiklərimə çörək pişirirəm. Siz də arvad döyüsünüz, pişirəsinizi biraz ucuz başa gəlsin. Qabaqca bu röşənin bambalı stəkanının içinə bir qırıq su doldururam. Üstünə bir qırıq droj, bir qırıq pesov töküb bunu qarışdırıb qoyuram qırağa. Ondan sonra röşən cındırla buraları silirəm, ləyənimi gətirirəm, qoyuram, unumu tökürəm, dozumu tökürəm, sonra qırağa qoyduğum drojda gətirirəm, tökürəm. Üstünə də bir qırıq su töküb bunu başlayıram yavaş-yavaş yoğurmağa. Yoğurduqca xamır hazır olanda özün biləcəksən. Daha onu da bilməysənsə yalandan öyrənib xalqın balasını bədbəxt eləməyin. Sonra xəmiri qoyursunuz köpməyə, xəmir köpənə kimi buraları yaxca unluyorsunuz, sonra xəmiri gətirirsiniz, başlayırsınız yavaş-yavaş bölməyə. Böləndən sonra da belə yaxca dumru-dumru kündələr eləyirsiniz. İstəsəniz mənim videoda elədiyim kimi belə figurunu da eləyə bilərsiniz. Sonra onu da götürürük, qoyuruq sonra bacımızın aldığı surfanın içinə. Ondan sonra buraları qabaqca əlimizlə, sonra salfetka ilə, sonra da sarı əysi ilə silirik ki, sarı əysimiz xəmir olmasın. Ondan sonra bu yağlı kağızdan bir çox kəsirik, gətiririk, qoyuruq qaynar padnosun içinə, kündələrimizi də gətiririk, qoyuruq bunun içinə. Desəniz belə bıçaqla figurlu şeylər də verə bilərsiniz, onda yaxşı olur. Sonra Tamillanın mamasının dediyi kimi bir qaşıq qatıq, bir qırıq da suda qoyuruq, bunu da qatırıq, çəkirik bunu da çörəyimizin üstünə ki, yaxca qızarsın, onda yaxca qızarır. Bunu da götürürük qabaqcadan 200 dərəcəyə qoyduğumuz peçin içinə tulluruq. Daha vaxtını deyənmərəm nə qədər pişir. Şördüysünüz, baxanda görəcəksiniz qızarıqdını. Qızardı, onu da çıxardım, elə yaxşı olur Allahın da olsun. Xırt 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 deyir eləcə. Üstə gör nə yaxca qızarıb. Buna bax sən canım. Buna bax.